öbürü üçün güləsən dəyişmiş, misal üçün də atası üçün ən yaxınından üçün belə deyirlər. Quran oxutturmaq və yaxud da özü oxumaq və savabını ona hədiyyə etmək şərtidir. Belə bir şey yəni varmı yoxsa yox? Kimliyinə asılı olmayaraq, yəni insan öldükdən sonra onun üçün əsas ona çatan əsasən duadır. Dua gəlir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki: "İzə mətə ibnu Adəmə inqata amaluhu illə min thalath." Yəni insan oğlu öldüyü zaman üç şeydən başqa bütün əməlləri kəsilir. Və onlardan birincisi sadaqatun cariyə. Axan sədəqədir. Yəni insan özü həyatda ikən etdiyi yaxşılıqlar, ağac əkməsidir, məscid tikməsi, bulaq, körpü, yol salması, bunlar Allah üçün olubsa, qəbirdəykən onun savabı gəlir. Əv ilmun yuntəfəu bih və yaxud faydalı elm, yəni kiməsə öyrədibsə, elm öyrədibsə və yaxud kitab yazıb və o öyrəndən sonra onun kitabından insanlar faydalanırsa, o savab ona gəlir. Və bir də əvvələdun salihun yəd'u ləh, ona dua edən salih evladın, yəni duası. Demək, əsasən də insana öz səyi çatır. Allah Teala Quranda buyurur ki: "Və leysə lil insani illə mə sə'a." Yəni insana yalnız öz səyi, öz çalışması çatır. Və hədisdə də gəlir ki, salih evlad da insanın öz səyindəndir. Onun özünün əməlinə aiddir. Amma o ki qaldı başqa ona olunan duadır. Dua. Amma o ki qaldı Quran oxunmasına heç bir səhi, yəni dəlillər ola bilər, hamısı zəifdir. Nə insanın oxunması və yaxud da özü üçün oxuyub ona hədiyyə etməsinə yəni heç bir dəlil yoxdur. Dəlil, yəni başqa edilən əməllərdən gəlib onun yerinə həcc etmək olar və oruc gəlib, xüsusən də nəzir oruc gəlib, bəzi alimlər onu digər Ramazan orucuna da aid edilir. Əgər boynunda Ramazan orucu qalıbsa, yəni o orucu onun əvəzinə tutmaq olar, yəni onun yaxınları tutur. Və bir də sədəqə gəlib. Ölən insanın adından həcc etmək, oruç tutmaq və bir də sədəqə vermək. O ki qaldı Quran oxumaq olsun və digər əməllər, hətta belə götürəsi olsa onda namaz da qılmaq, digər əməllər, zəkat da vermək, yəni bu şeylərdə artıq gəlir, uzanır məsələlər. Ona görə yox. Ona görə dəlil gələnlər budur. Həcdir, nəzirdir, bir də sədəqə. Sədəqə də məfhum olaraq genişdir. Məsələn, adından ən xeyirli, fəzilətli sədəqə sudursa, bulaq çəkmək, yəni ola bilər qazmaq və yaxud da dağdan o suyu gətirmək insanlar istifadə eləsin deyə və yaxud da onun adından kitab alıb məscidə qoymaq, nə qədər oxundursa o savab gəlir. Amma Quran oxumağa dəlil, yəni dəlil varsa da zəif, səhih dəlil yoxdur. Var gəl sualım. Bayaqlar dediniz, qunut duası. Birinci gəlir sübh namazıdır ki, əgər Peyğəmbər sallallahu əleyhi və səlləm bütün namazdadır, 5 vaxtında da qunut tutur. Onu hər vaxt edir, yoxsa hərdən biri? Yox, o müsibət olanda olub. Hansı müsibət? Yəni insanlar tərəfindən gələn müsibətlərdə olunur. Allah Teala tərəfindən gələn müsibətlərdə yox. Məsələn, zəlzələ Allah Teala tərəfindən gələndir. Və yaxud leysan olsun, digər Allah Teala tərəfindən gələn müsibətlərdə yox. Məsələn, o vaxtı hafizləri öldürmüşlər. 70 dənə hafizi öldürmüşlər. Onda Peyğəmbər sallallahu əleyhi və səlləm qunut tutur. Və bu kim tərəfindən gələndə? İnsanlar. İnsanlar tərəfindən belə bir müsibətlər, təzyiqlər, müsəlmanlara qarşı belə sıxıntılar olarsa, onda tutula bilər və 5 namazın 5-də də. Yəni sübh namazı əsasən Şafi məzhəbində bunu edirlər. Onu götürüblər, amma səhih olaraq bir dəlil yoxdur. Və gətirilən dəlillər də zəifdir. Hətta bir sahabə öz oğluna deyir ki, qunut barəsində belə, deyir ki, ya bu neyyə muhdəth, ey oğlum deyir, bu muhdəthdir, yəni sonradan çıxan bir şeydir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm sırf sübh namazında tutmayıb da, olanda 5 namazın 5-də də. Bu da müsibətlərdir. Allah razı olsun. O qunutu harasında tutmalıdır? Namazın hansı hissəsində?
Namaz bitəndən sonra mı? Namazın yoxsa ortasında falasında? Axırda olur da müsibətlərdə yəni rüküdən sonra olur. Rüküdən sonra, axırıncı rükətdə. Axırıncı rükət, bəli. Axırıncı rükətdə rüküdən. Amma belə əslində bu vitirdə isə rüküdən əvvəl tutulmalıdır. Taravihlərdə də vitirdə tutulmur. Orada qunutda rüküdən əvvəl tutulur, sonra rüküyə gedir. Əgər sonra tutulsa da bir problem, amma belə sünnəyə daha uyğun olan müsibətlər də rüküdən sonradır, belə adi vaxtlarda isə rüküdən əvvəldir. Cənazə ilə bağlı şey. Bu cənazəni qəbrə qoyulma qaydası necə qoyulur və qəbrin istiqaməti üzü qibləyə baxır, yoxsa üzü gün çıxana? Üzü qibləyə el sallayanda qəbrə ayaq tərəfindən sallanmalı. Deməli, bəzi qəbirstanlıqda belə yer olmur, amma əslində buradan gətirmək. Qəbir belədirsə, ayaq tərəf buradadırsa, o tərəfdən qəbirə sallanmalıdır. Bismillah alə milləti Rasulullah və alə sünnəti Rasulullah deyərək və üzü də qiblə tərəfi olmalıdır. Üzü qiblədə başdaşı edilir, qibləyə baxmalıdır da belə qəbrin qalanır. Üzü deyəndə, üzü baş üstə. Qəbir belə olmurmu? Üzü qibləyə. Böyür üstə qoyulur. Böyür üstə qoyulur, qiblə beləsə böyür üstə qoyulur. Ayaqlar belə gedir, baş da belə. Qiblə belədirsə, ayaqlar belə, üz belə. İki sualın davamı bir şey soruşum. Ölənin vaxtı girib qılmadığı namazı, onun övladları falan belə qılması barədə bir şey var mı? Yox. Yox. Yalnız oruçsa... Bəli, oruc. Orucda da əsasən gəlir, nəzir orucu gəlib. Məsələn, nəzir, yəni insan, nəzir nədir? Özünü yükləyib də vacib edib. Məsələn, Allaha yaxınlaşmaq üçün, məsələn, 3 gün, o yaxud da 10 gün oruç tutacağım deyib və imkan da olub tutmaq, tutmayıb. Əsas budur. Bəzi alimlər bu bir orucu da, Ramazan orucunu da aid edir. Məsələn, Ramazan orucunu, məsələn, deyək ki, səfərə görə tutmayıb, sonra yaşayıb, tutmaq imkanı olub, tutmayıb. Tutmadan ölübsə, elə bil ki, o oruclar boynunda qalmış olur. Və onu yaxınları, evladları tuta bilər. Yəni, buna dəlil gəl, o bilərə yox artıq. Həclə bərabər ümrə də mi daxildir ora bu? Yəni, həcdə, ümrə də həc sayılır, bəli. Ümrə də edə bilər.